Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzun müddətli istismar nəticəsində aşınma halları müşahidə olunub. Bu barədə APAya Təbibin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. O bildirib ki, bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli şəhər xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb. Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədi ilə xəstəxananın həyətində ayrıca binada fəaliyyət göstərən poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir.